Təsəvvür edin, bir-birinin ardınca dəhşətli qətillər törədilir. Qurbanlardan biri diri-diri bastırılır. Gecələr gözətçilər, iş adamları aradan götürülür. Günlər sonra onların meyitləri çayın kənarında, küçədə, bəzən də elə idarədə tapılır. Həm soyuğun, həm də qətllə müşahidə olunan bu silsilə hadisələrin səbəbi və səbəbkarları tapılmır ki, tapılmır. Üstündən aylar keçir, il ötür, ancaq eyni xəttlə davam edən bu dəhşətli silsilə qətillər bitmir. Prokurorluq və güc strukturları bu amansız qətillər qarşısında aciz qalmışdı. İllərlə insanları dəhşətdə, güc strukturlarını vahimədə saxlayan silsilə qətilləri və qatilləri ehtiva edən dəhşətli bir proqramı təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Tikinti işi görənlərin diqqətinə tikintidə əl əməyini yüngülləşdirən inqilabi bir aləti təqdim edirik. Fiksator. Dəmirçilərin, qəlibçilərin kəlbətinlə, mismarla 10-15 saniyəyə gördüyü işi fiksatorla 3 saniyə ərzində həyata keçirə bilərsiniz. Fiksatordan həm vaxt qazanacaq, həm də əlavə əziyyətdən xilas olacaqsınız. Armaturla karkas quran zaman məftil işini əlinizi zədələmədən bir göz qırpımında həyata keçirmək üçün fiksatordan istifadə edə bilərsiniz. Sərfəli qiymətə istənilən sayda bu alətdən əldə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi 051 773 77 37. 1960-cı ilin aprel ayının 26-sına keçən gecə naməlum şəxslər Yevlaxda avtomobil qarajına basqın edir, içində 40 min manat pul olan kassanı aparır və bir avtomobil də qaçırırlar. Gözətçi Paşa Hüseynov isə bu hadisədən sonra itkin düşür. Nə ölüsü, nə dirisi tapılmır. Hadisədən 3 gün sonra oğurlanmış avtomobil boş pul kassası ilə birlikdə şəhər kənarında Qızıl Qaya adlanan ərazidə tapılır. Avtomobilin kuzasında olan ləkələr, yəni qan ləkələri aşkar olunsa da gözətçinin özü tapılmır. Təxminən 10 gün sonra Paşa Hüseynovun çürüməkdə olan meyidi şəhərin cənubunda yerləşən Suludərə adlanan ərazidə aşkar olunur. Meyidin əlləri və ayaqları kəndirlə bağlanmış, bədəni isə torpağa bastırılmış vəziyyətdə olur. Uzun müddət sonra, yəni bu iş açılanda bəlli olacaqdır ki, Paşanın bastırıldığı qəbir özünə qazdırılıb. Onu manyakçasına həzz ala-ala, diri-diri bastırıblar. Bu istintaq zamanı bəlli olacaqdır. Hələlik isə Gəncə və yaxın rayonlara əhatə edən, lərzəyə gətirən dəhşətli hadisələr sıralanmaqdaydı. Uzun müddət aparılan araşdırmalara baxmayaraq, bu cinayəti törədən şəxs müəyyən edilmir və işin icraatı dayandırılır. Məsələ budur ki, bu regiondakı ilk belə hadisə deyildi. Buna qədər Gəncə Qaz İstismar İdarəsinin mühasibat otağına girilmiş, mühasib qadın amansızlıqla öldürülmüş və 120 min manat götürülmüşdü. Yenə də cinayətkarlar tapılmadığından icraat dayandırılmışdı. Oxşar işlər və oxşar sonluq. 1960-cı ilin fevralın 10-na keçən gecə isə naməlum şəxslər Gəncədəki mexanikləşdirilmiş idarəyə basqın eləyərək gözətçini kəndirlə boğub 5000 manat oğurlamışdılar. Ən pisi o idi ki, soyğunçular təkcə pul aparmaqla yetinmirdilər. Onlar həm də öldürdükləri adamlara əvvəlcə əzab verməyi də sevirdilər. Burada da gözətçi öldürülmədən əvvəl işgəncəyə məruz qalmışdı. İş şəhər prokurorluğunun baş müstəntiqi Ağaverdi Abbasova həvalə olunur. Ağaverdi Abbasov hələ sağlığında zəmanəsinin Sherlock Holmesu kimi tanınırdı. Bundan sonra şəhərdə bir-birinin ardınca daha iki ağır cinayət baş verir. 1960-cı il dekabrın 24-də cinayətkarlar daha bir idarədən gözətçi Abbas Mehdiyevi öldürür və 45 min manat pul oğurlayır. Eləcə də maaş cədvəllərini aparırlar. 1961-ci ilin martın 13-nə keçən gecə isə eyni ünvanda yerləşən 6 nömrəli mağazanın gözətçisi Qəhrəman Yusifov qətlə yetirilir və mağazadan təxminən 15 min manat dəyərində mal oğurlanır. Aparılan təhqiqat tədbirləri nəticə vermədiyindən bu işlərin istintaqı da dayandırılır. Baş verən hadisələr şəhərdə ciddi narahatlıq yaradır. Müxtəlif şayələr yayılır.
cinayətkarların çox yaxın çevrəyə aid olduğunu, hətta hüquq mühafizə orqanları ilə əlaqələrin ola biləcəyi iddia edilməyə başlayırdı. Dəstənin rəhbəri haqqında da müxtəlif fikirlər səslənirdi. Onun təhlükəli və silahlı şəxs olduğu deyilirdi. Artıq heç kəs gözətçi işləmək istəmir, insanlar gecə işlərindən qaçır, axşam düşən kimi evlərinə çəkilir, cinayətkarlarla bağlı mistik şayələr yaranmağa başlayırdı. Bu arada təbii ki, baş müstəntiq Ağverdi Abbasov da boş oturmamışdı. O əlavə məlumat toplamaq üçün Qırmızıkənd qəsəbəsində yerləşən milis şöbəsinə gəlir. Həmin vaxt təsadüfən şöbəyə yaşlı rus qadın müraciət edir. O, qonşularından şikayətçi olduğunu bildirir və məcbur qaldığı üçün bu addım atdığını deyir, yoxsa qonşularla belə problem yaratmaq istəmədiyini bildirir. Deyir ki, özləri sərxoş olub səs-küy saldıqları bəs deyil, hələ başqalarını da qonaq çağırırlar. Üzlərinə baxmaq olmur, elə bil vəhşidirlər. Əməliyyat işçilərindən biri səbirsizlik eləyib deyir ki, biz bu işə baxmırıq, gedin sahə müvəkkilinə məlumat verin, o baxsın. Qadın getmək istəyir ki, elə həmin vaxt baş müstəntiq Ağverdi Abbasov onu saxlayır. Qadının üzlərinə baxmaq olmur, elə bir vəhşidirlər deməsi baş müstəntiqin diqqətini çəkir, onu şübhələndirir. Ağverdi Abbasov qadının yaşadığı 112 nömrəli evə gəlir. Yolda ondan bəzi detalları öyrənir və tapşırır ki, qonşular onu tanımasın. Qadın qonşuya desin ki, güya Şəmkirdə müəllimə işləyən qızının iş yoldaşıdır. Qadın müstəntiqə bildirir ki, həmin adamlar bu kişinin evinə gəlirlər. Kişinin özü zəhmətkeşdir, halal zəhmətlə yaşayır. Amma qardaşı həftələrlə evə gəlmir, gələndə də özü ilə bir dəstə adam gətirir. Baş müstəntiq beləcə 3 gün bu qadının, yəni Mariya Petrovnanın evində qalır. Nəhayət axtardıqları şəxslər gələndə onları qapıda bir kişi qarşılayır. Qadın müstəntiqi onunla tanış edir. Tanış olun, Vladimir Asipoviç, qızımın iş yoldaşıdır. Şəmkirdən gəlib, bir müddət bizdə qonaq qalacaq. Ağverdi Abbasov qonşu Vladimir Arapetyanla ünsiyyət qurmaq üçün maraqlı üsuldan istifadə edir, nərd oyunundan. Məhz bu yerdə filmlərdə gördüyümüz bir müstəntiq işi qarşımıza çıxır. Həyətdə masa qurulur, üstünə də nərd qoyulur. Baş müstəntiq Ağverdi Abbasov güya vaxt keçirmək və oynamaq üçün adam axtarırmış kimi davranır. Elə bu vaxt məlum olur ki, Vladimir nərd oynamağa həvəsli biridir və onu ayrıca çağırmağa ehtiyac belə qalmır. Onlar elə birlikdə nərd oynamağa başlayırlar. Müstəntiq qəsdən uduzur və rəqibini yaxşı oyunçu kimi tərifləyir. Vladimir də təbii ki, bundan xoşallanır, getdikcə daha rahat davranmağa başlayır. Artıq məqam yetişmişdi. Abbasov əvvəlcədən yaşlı ev sahibəsinə tapşırmışdı ki, çay istəniləndə yemək təklif etsin. Qadın da deyir ki, artıq çay gətirməyəcək, yemək hazırlanıb, yemək gətiriləcək. Abbasov Mariya Petrovnadan öyrənmişdi ki, Vladimir Asipoviç içki içəndə bir şüşə ilə kifayətlənən adam deyil. Dəqiqələr keçdikcə onun kefi açılır və qonaq bildiyi müstəntiqlə daha səmimi danışmağa başlayır. Söhbət zamanı Vladimir qardaşı Viktor Arapetyanı tərifləyir və onun yaxşı dərzi olduğunu, əl qabiliyyətinin yüksək olduğunu deyir. Lakin əlavə edir ki, son vaxtlar onu tapmaq çətindir. Tez-tez evə gəlmir, bir dəfə evə bağlı bir torba gətirdiyini xatırlayır. Soruşanda da deyib ki, torba yoldaşınındır. Torbanın içində isə nə olduğunu soruşanda parça cavabını verib. Onun sözlərinə görə bu parçaları ticarət işçilərindən alıb sonradan baha qiymətə satmaq istəyirlər. Ağverdi Abbasov bu məlumatı eşidəndə bir müddət əvvəl, yəni 1961-ci ilin martında qarət olunmuş mağazanı xatırlayır və o yaxşı xatırlayır ki, həmin hadisədə oğurlanan mallar arasında əslində top parçalar da üstünlük təşkil edirdi. O, bu parçaların eyni olub olmadığını yoxlamaq qərarına gəlir. Vladimirə deyir ki, uzun zamandır kostyumluq parça axtarır, amma istədiyini tapa bilmir. Vladimir isə artıq dostlaşmış olduğu Ağaverdiyə deyir ki, onun xətrinə torbanı aça bilər və bəyəndiyi parçanı götürə bilər. Abbasov parçadan nümunə götürərək dərhal şəhər prokurorluğuna qayıdır. Orada 6 nömrəli mağazanın baş satıcısı
Tamara Hacıyevanı çağırır. Satıcı parçanı görən kimi tanıyır. Bu, qarət olunmuş, mağazadan uğurlanan mallardan idi. Bundan sonra Vladimir Arapetyanın üzərində axtarış aparılır və işin mahiyyəti üzə çıxır. Məlum olur ki, bütün bu cinayətləri törədənlər əsasən ermənilərdən ibarət olan bir quldur dəstədir. İstintaq materiallarında belə bir dəhşətli məqam da var ki, az əvvəl qeyd etdiyimiz kimi onlar götürdükləri kassanı qoruyan mühafizəçinin birinə özünə qəbir qazmağa məcbur ediblər və sonra da onu diri-diri bastıraraq qətlə yetiriblər. Səbəb isə onun Azərbaycanlı olması olub. Axtarış zamanı mənzildən trikotaj, müxtəlif növ çit, yun, krep və başqa parçalar aşkar olunur. Baş satıcı istintaq zamanı bildirir ki, bu parçalar həyat yoldaşı Məcid Hacıyevin müdir işlədiyi İstehlak Cəmiyyətinin 6-cı nömrəli mağazasından uğurlanıb. Dərzi qardaş Viktor Arapetyan dindirilir. Uzun sürən sorğu-sualdan sonra o hər şeyi etiraf edir və dəstənin digər üzvlərinin də adını çəkməyə məcbur qalır. Buyurun, dəstənin başında Alik Navastanyan dururdu. Onunla birlikdə Gurgen Cevurcan, Grigori Grigoryan, Nikolay Artunyov, Vladimir Anakov, Levon Araçelyan və başqaları qrup çərçivəsində fəaliyyət göstərilmiş. İstintaq tamamlandıqdan sonra Ağaverdi Abbasov SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur. Bu, müstəntiqlərin tarixində nadir hadisələrdən biri idi. Cinayətləri törətmiş 17 nəfərlik dəstənin bütün üzvləri məhkəmə qarşısına çıxarılır. Onlardan 11 nəfərinə ölüm hökmü kəsilir. Bu da olduqca nadir hal idi. Eyni iş üzrə bu qədər şəxsə ölüm cəzası verilməsi tarixdə az rast gəlinən hadisələrdən sayılırdı. O da qalırdı ki, SSR və Azərbaycan tarixində. Digər bir nəfər isə 15 il həbs cəzasına məhkum olunur. 11 nəfər ölüm hökmü alan şəxslərdən yalnız biri SSR Nazirlər Soveti sədrinin birinci müavini Mikoyanın köməkliyi ilə ölüm hökmündən xilas olaraq cəzasını 15 illik həbs cəzası ilə əvəz etdirə bilir. Digər 10 nəfər isə güllələnir. Salamat qalın.